Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alamin inneke hamidun mecid. Hörmətli qardaşlar, değerli Müslümanlar. Mevzumuzda evvel demiştim. Güzel, möhtəşəm bir mevzudur. Yani global mevzulardandır. Ve bu mevzu Əhl-i Sünnə vel Cemaat arasıyla, Əhl-i Sünnə vel Cemaat ile onların müxaliflər arasında bir açıq aydın bir nedir? Yani kime Əhl-i Sünnə olduğunu bilməkdən ve kimle müxalif olduğunu bildiren məsələlərdən sayılır. Yadınızdadır mevzu? Yani bu həmçində dediğimiz kimi, evvel dediğim kimi, yani bu kitaba daxil olan her bir mesele Əhl-i Sünnə vel Cemaat'ın üzerinde ittifak ettiği meselelerden sayılır. Yani mühim meselelerden sayılır. Ötəlləmə meselelerden sayılmır. Əksinə olaraq da Əhl-i Sünnə vel Cemaat'da belə ötəlləmə meseleler yoktur. Ne danışılıbsa hamısı əsas meselelerden sayılır. Mevzu budur ki, bəbun fi vücubis-səmi ve't-ta'a. Bəbun fi vücubis-səmi ve't-ta'a. Dinləmək və itaat etmək öhdəliyi haqqında bir fəsil. Əmir sahiblərinə onları dinləmək və onlara itaat etməyin vacib olmasının bəyanı fəsli. Aydındır. Yəni bu məsələ o qədər mühüm məsələlərdən demir ki, hətta bunu alimlər öz kitablarında vacib olaraqdan adlandırırlar. Cavabı əlbəttə ki, vacib məsələlərdən sayılır. Çünki bir yerdə bərqərarın əmin-amanlığın olması üçün mütləq orada bir idarəçi olmalıdır. Bu ta qədimdən belədir. Biz indidən bunu çıxartmamışıq. Ta insan yaradandan belə Allah Teala belə deyək ki, Allah Teala insanı elə bir formada, elə bir şəkildə xəlq etmişdir ki, o mütləq kiməsə uymalıdır. Kiminsə arxasınca getməlidir. Aydındır. Və bu zaman getdikcə, insanlar çoxaldıqca bu məsələ özünü daha belə gündəmdə saxlayır. Bu da artıq bir peyğəmbərlər vəzifəsinə çevrilir. Və peyğəmbər də, hər bir peyğəmbər də o ümmət üçün bir başçı idi. Bizim dediysək bir prezident idi. Bir idarəçi idi. İnsanları yönəldən idi. Və s. Bu məsələ də mühüm məsələlərdəndir. Mövzuya başlamazdan əvvəl keçək baxaq bu mövzu haqqında bəhsə. Bəbun fi vücubis-səmi ve't-ta'a li'a'immeti vulatul umurul hukam el-birru minhum vel-facir. Yəni əmir sahiblərinə istər yaxşı bir kimsə olsun, istər bir günahkar bir kimsə olsun, onlara tabe olmaq, onları eşitmək hər bir kimsəyə vacibdir. Və kəzəlikə mən veliyəl xilafətə. Burada bizi açıqlayır. Xilafətə gəlmək iki cürdür, belə deyək. Bir, insanların razılığıyla, kimdənsə keçməklə, ondan vərəsəliklə, ikinci olaraqdan qələbə çalaraktan. Yəni, olan xəlifəni devirərəkdən öz xilafətə gəlmək. İki halda da eşidib, itaat etmək vacibdir. İki halda da eşidib, itaat etmək vacibdir. Və kəzək mən veliyəl xilafətə. Kim xilafətə gələrsə, fəştəmə'ən nəsu aleyhi. İnsanlar onun ətrafında yığışar. Ondan razı qalar. Ondan razı qalar. Ya da razı qalarsa. Və yaxud da ki, ikinci bir qisim. Və mən qalabəhum biseyfə həttə sarı xəlifətən. O, insanlara qılıncla qarşı gələrəkdən qalib gəlib taxta oturarsa, buna da eşidib, itaat etmək vacibdir. Və bununla da hər ikisi və summiyə əmirəl müminin, möminlərin əmri adlanır. Və qalə İmam Abdullah ibn Əbi Zeydil Qeyravani. El-Qeyravan bi Tunis. Tunis'tedir. Bu alim 310-386 illərdə dünyaya gəlmiş Maliki alimlərindəndir. 76 yaşında dünyasını dəyişdirib. Buna deyirlər ki, Malikun Sagir. Balaca, yəni İmam Malik'in deyirlər ki, balaca formasıdır. İmam Malik'in balaca formasıdır. Deyir,
Qala əhlul ilm. Elm əhli deyir ki, "Vəs-səmu və-t-ta'atu li-əimmətil muslimin və kullu men valiya əmr muslimin an ridan aw an ghalabatin və iştadda vat'atah. Men min berrin aw facirin fala yukhruju alayhi fala yukhraju alayhi aw fala yakhruju alayhi." Müsəlmanların əmirlərinə eşidib itaat etmək və müsəlmanların əmiri olan bir kimsə, əmir olaraqdan gələn bir kimsə, başçı olaraq gələn bir kimsə onların razılığı ilə gələr və yaxud da ki, qələbə çalaraqdan gələrsə və onun hakimiyyəti güclənərsə, artıq gəldi, vilayətə gəldi, artıq taxta oturdu, artıq ətrafı gücləndisə, fərq etməz, bu insan həm yaxşı insan da ola bilər, həm də pis insan ola bilər, günahkar insan da ola bilər. O kimsə artıq xilafət oturduqdan sonra ona qarşı çıxmaq icazəli deyildir. Fərq etməz, o öz xilafətini istər ədalətli olsun, istər zalim olsun. Onunla bərabər döyüşlərə qatırırlar. Yəni o döyüşə çıxdıqda onunla bərabər döyüşə çıxırlar. Onunla bərabər ev həcc olunar. Və bütün sədəqələr ona verirlər, yəni zəkatlar ona verirlər. Və kim ona istəyərək də istəsə, ona sədəqə verilir və zəkatlar ona verirlər və ondan da icazəli olar. Yəni bu məqbul sayılar. Onların arxasında cuma və 2 bayram namazı da qılınar. Və qaləhu qeyru vahid minəl uləmə və bunu başqa alimlər də yəni belə olduğunu bildirmişdir. Fərq etməz, yəni istər zalim olsun, istər adil olsun, istər insanların razılığı ilə hakimiyyətə gəlsin, istər qələbə çalaraqdan gəlsin, əvvəlki hakimi devirərəkdən artıq o insan taxta oturdusa, ona qarşı çıxmaq Əhl-i-Sünnə və Cəmaanın rəyinə görə icazəli sayılmır. Bunu başqa alimlər də demişlərdir. Və qalə Şeyxülislam İbn Teymiyyə rahimehullah Teala: "Mə əmərəllah bihi və rasuluhu min taati vulatul umur və munasahətihim vacibətən aləl insan." Allahın və Rasulunun müsəlmanlar üçün əmir sahiblərinə buyurduğu itaətlər, onlara nəsihətlər, onlar hamısı Allah Taala'nın buyruqlarıdır. Onları etmək, onlara qulaq verib, dinləyib, itaat etmək hər bir kimsəyə, hər bir insana vacibdir. Fərq etməz, o xilafətə gəldikdə istər and içər və ya ki and içməz. Ki mən sizə filan şeyləri edəcəm. Hər iki halda da onu eşidib itaat etmək vacibdir. Kəmə yecib aleyhi salavatil xamsə və zəkat. Və həmçində və zəkat və siyam və hac bədi və qeyri zəlikə mimma əmrəllah bihi və rasul. Yəni o kimsə həmçinin bu şeylər hamısı vacib sayılır. Yəni xilafətə gəlsə belə onlar o kimsə üçün 5 vaxt namaz, zəkat, siyam, hac və s. bunlar hamısı oruc, hamısı ona Allahdan əmirlərdir, buna itaat etməlidir. Əgər bu şeylə o itaat edərsə, əlbəttə ki, o artıq yəni and içərəkdən, yəni bu şeylə mən edəcəm, and içərəkdən itaat edərsə, yəni and içir ki, mən filan əməlləri edəcəm və yaxud da ki, sizə filan özəlliklər sunacam. Bunlar da yenə də bu, yəni o etdiyi əməlin daha da belə mənasını gücləndirmə məqsədi and içə bilir. Vəl-halifu alə hədihil umur, yəni əvvəl bu kimi, yəni sizə filan yaxşılıqlar sunacam və yaxud da ki, namaz, zəkat, bunlar hamısı yeni yetirəcəm deyə bu kimsə and içən bir kimsə, ya and içən xəlifə, la yahillu lahu an yef'al xilafal mahluf alayhi. O kimsə artıq and içmişdirsə, filan şey edəcəm, onun əksini etməsi icazəli deyildir. Səvəun halafə billah əv qeyri zəlik minəl əymən. Fərq etməz, Allaha and olsun desin və yaxud da ki, billahi, tallahi və yaxud da ki, Rabbus səmə və Rabbil Kə'bə desin, fərq etməz. Hamısını yeni yetirməlidir. Deyir ki, yəni bu Allah Taala'nın insanlara buyurduğu, vacib etdiyi o əmr sahiblərini dinləmək, eşitmək, onlara nəsihət etmək, bu and içmədiyi tərzdə vacib olarsa, əgər o and içərsə, artıq daha şiddətli şəkildə insanlara vacib sayılar.
və bundan sonra artıq xilafətə gəlsə, bunu da Peyğəmbər sallallahu aleyhi və səlləm artıq onlara qarşı nalayiq sözlər danışmaq, onlara qarşı çıxmaq və onları aldatmaq, onları ğişk eləmək hamısı şəriət baxımından haram sayılır. Haram sayılır, etmək olmaz. وقال رحمه الله تعالى فذلك ما أمر الله به ورسوله من طاعة ولاة الأمور مناصحتهم هو واجب على المسلم وإن استأثر عليهم əgər ki, bu hər bir kimsəyə onların bizə buyurduqlarını əmr edib, yəni eşidib, itaat etmək və onlara nəsihət etmək hamısı bizə vacibdir. Nəsihət deyildikdə burada nəsihət durub mən video qoyub qabağıma telefon qoyub video çəkib belə nəsihət olmur. Nəsihət nədir? Nəsihətin forması vardır. Nəsihət sənlə onun arasında. Qəsd olunur. Sənlə onun arasında və ya ki, mən durum buradan ona nəsihətlər yağdırım. Bu əlavə nəsihət yox, bu əlavə biabır etmək sayılır. Zülm sayılır. Yəni, nəsihət edən kimsə, nəsihət sözün mənası, yəni belə baxdım, iki kimsə arasında olmalıdır. Cəmaat içərisində olarsa bu əlavə, yəni insanları ona qarşı qaldırmaq sayılır. Ona görə əmr sahibləri belə deyək ki, Allah Taala'nın yer üzərində olan kölgəsidir. Onlara yaxınlaşmaq olmaz. Əgər xeyir sözün varsa, buyur get özün yanına, özünə deyil. Amma ki, insanlar cəmiyyət içərisində onu gözləyən insanların, yəni onu dəyərdən salmaq məqsədi ilə işlənilən nəsihət olsa belə icazəli deyildir. Hamısı haramdır. Çünki burada bir şey gözlənirik. Çünki biz əmir sahibini gözdən salarıqsa, insanlarda artıq ona qarşı çıxmağa bir həvəs yaranar. Aydındır, onun pisliklərindən danışır. Yəni, yer üzərində kamil insan yoxdur. Yəni, sən özün kamil mi oldun? Və yaxud da ki, Peyğəmbərdən bu yana 5 dənə, 4 dənə Rəşidi xəlifədən bu yana hansı hakim deyək ki, %100 ədalətini qoruyub? Yox, olmuyor belə bir şey. Yəni, bir şey axtarılmaz onlarda. Aydındır. Bundan sonra Yəqul Muhammed ibn Əbi Zəməni bu mövzu ətrafında deyir ki, və min qavli əhl-i sünnə vəl cəmanın əqvallarında sözlərindəndir ki, İnnə sultanə zillullah fil ard. Sultan Allahın yer üzərindəki kölgəsidir. Və innəhu mən ləm yərə alə nəfsi sultanən bərrən kən əv fəcirən fəhuvə alə xilafi sünnə. Kim özünə salih, yaxşı və yaxud da ki, fasih bir hökümdar üzərində hakimiyyətə mənsub etməyən hər bir şəxs sünnənin xilafındadır. Aydındır. İstər salih olsun, istər dalih olsun, yəni əksi olsun. Özünə bəyən bir hakimiyyətə nisbət etməyən bir kimsə, onun itaati altına özünü salmayan bir kimsə sünnənin müxalifdir. Sünnəyə müxalifdir deyir İbn Zəməni. Və qala azza və cəllə, Allah Teala burada xitabəndir. Ya eyyuhəllezine amanu ati'ullaha və ati'ur rasulə və ulul əmri minkum. Ey iman gətirənlər, Allaha və onun Rasuluna və sizlər üçün təyin olmuş əmir sahiblərinə itaat edin. Və fəssərə əhlul ilmi hədihil ayədə bitəfəzi təulu alə mə'nən vahidin. İlm əhli bu ayəni mənaları bir-birinə yaxın olan bir neçə mənalarla təfsir etmişdir. Kənə Həsən el-Basri yəqul Vulatul umur dedikdə buradakı məqsəd üləmə, alimlər qəsd olunur. Yəni sən Allaha, onun Rasuluna və sizlər üçün təyin olmuş alimlərə itaat edin. Və kənə İbn Abbas yəqul. İbn Abbas bunun təfsirində deyir ki, hum umara'us sərayə. Onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin döyüşə göndərdiyi zaman təyin etdiyi komandirlərdir. Aydındır. Kənə Rasulullah sallallahu aleyhi və səlləm İzə bə'sə səriyyətən əmmər aleyhi rəculən. Peyğəmbər sallallahu aleyhi və səlləm insanları döyüşə göndərdiyi zaman onların içərisində bir komandir təyin eləyərdi. Və əmərəhum əllə yuxalifuhu əv yəsmə əv və yaxudiqə və ləhu və yuti'u. Və əmr edərdi ki, təyin etdiyim o komandirə, döyüş məqamında ancaq komandir olur da. Belə ki, başqa vaxtlarda isə əmir sahibləri aydındır. Əmr edərdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onun əmirlərinə müxalif olmayın. Onu eşidin, ona tabi olun. Və kənə Zeyd ibn Əsləm yəqul. Zeyd ibn Əsləm radiyallahu anh der ki, hum vulat. Ələ tərənnəhu bədə bihim fəqalə.
ki, onlar əmr sahibləridir, prezidentlərdir və ya ki, başçılar qəsd olunur. Görmürsənmi ki, Allah Teala ayəni belə başladı. İnnallah ya'murukum en tu'adul emanat ilə əhliha. Allah Teala sizlərə əmanətləri sahiblərinə qaytarmağınızı əmr edir. Yəni əffey'ə və sadaqat əlləti istəmənəhum alə cəmi'əhə və qasəmihə. Hansı ki, qəniməti və ya ki, sədəqələri, burada zəkat qəsd olunur, onları yığmaq üçün təyin olunur kimsələri, deyir ki, sizə olan əmanətləri yiyələrinə, sahiblərinə, yəni əmr sahiblərinə qaytarmağı Allah Teala burada əmr edir. Yəni ki, burada birinci Allah Teala'nın xitabı ayənin əvvəlində. Burada vulat, yəni əmr sahibləri qəsd olunur. İkincisi isə və izə həkəmtum beynən nəsi ən təhmuqu bil adl. Burada isə Allah Teala xitabən əmr sahiblərinə deyir ki, insanlar arasında hökm verdiğin zaman ədalətli hökm verin. Fəqalə fəəmərəl vulati bihədə. Thumma əqbə aleynə fənəhnu fəqalə. Buna əmr sahiblərinə bildirdi. Sonra Allah Teala bizlərə bildirdi ki, ya eyyuhellezine amenu ati'ullaha və ati'ur rasulə və ulul əmri minkum. Ey insanlar, Allaha və onun rasuluna və sizin üçün təyin olmuş rəhbərlərə itaat edin. Başa düşdünüz? Bir də qayıtıram. İnnallaha ya'murukum tu'adul emanat ilə əhliha. O zaman da sədəqələri, yəni qəniməti, zəkatı yığmaq üçün müəyyən kimsələr təyin olunur. Burada Allah Teala deyir ki, o sədəqələri, zəkatı, qəniməti yığmaq üçün təyin olunmuş kimsələr o əmanəti əmr sahiblərinə qaytarın. Bu onlara xitabdır bu ayədə. Yəni bunu təfsir verir. İkincisi ayənin davamında deyir ki, sizlər hökm verdiyiniz insanlar arasında hökm verdikdə Allahın, yəni ədalətli hökm verir. Sonra Allah da bizə dönərəkdən bildirdi ki, ey iman gətirənlər, sizlər Allaha, onun Rasuluna və içinizdən təyin olmuş rəhbərlərə itaat edin. İzləm yekun fikum malun. Əgər sizdən verəcək bir mal yoxdursa, fəqalə in kuntum tu'minuna billahi vel yevmil axir zəlikə xeyr və əhsən təvilə. Allaha və onun elçisinə inanırsınızsa, Allaha və onun elçisinə müraciət edin. Bu sizin üçün daha xeyli və nəticə etibarilə daha yaxşıdır. Deyək, bizə xitab etdi burada. Yəni burada birincisi əmr sahibləri qəsd olunur. İkincisi bizlər, yəni o malları yığan bir kimsələr. Üçüncüsü adi insanlar bura şamil edir ki, sizlər də əmr sahiblərini eşidin və onların buyruqlarına itaat edin. Və qalə Muhammed fəssəmu və tali vulatul əmr əmrun vacib. Əmrun vacib. Əmr sahiblərini, rəhbərlər eşitmək, onları dinləmək hər bir kimsəyə vacibdir. Nə qədər qüsurları olsa belə. Nə qədər qüsurları olsa belə. Hətta vəzifələrinin düzgün şəkildə icra etməsələr belə. Aydındır. Çünki onlar Allah bəzən yəni Allahın qeyr ennəhum yed'un iləl haqq, onlar haqqa çağırar. Və yu'maruna bihi, onu əmr edər, insanları ona yönəldər. Belə olduqda onların üzərində düşəcək öhdəliklər var və bizlərin də üzərimizə düşən öhdəliklər var. Onların üzərində düşən öhdəliklər Allah qorusun, yəni Allahla özlər arasındadır və bizlərin də üzərimizə düşən öhdəliklər də eşitmək və itaat etmək. Yəni insan daim eləyir, belə fikirləşir ki, kimsə mənə qarşı nəsə haqsızlıq etdikdə mən də çalışım ona haqsızlıq edeyim. Bu bizdə bir formalaşan bir haldır. Və əmr sahibi rəhbərlər də bunu görürlər. Ki o mənə haqqımı vermir, mən də nə gəldi eləyirəm. Aydındır. Bu icazəli deyildir. Onların üzərinə düşən yüklər var, öhdəliklər var, etməlidirlər və sənin də üzərinə düşən öhdəliklər var. Ey müsəlmanlar, belə xitab edir. Ey müsəlman, sən əgər ona qınayırsansa, o öz öhdəliklərini yerinə yetirmir. Və sən də ona üzərində düşən öhdəlikləri yerinə yetirmirsən də. Aydındır. Başqa yerlərə əl atırsan, məsələlərə əl atırsan. İcazəli deyil. Sonra yəqulu musannif, İbn Ömərdən gələn bir rəvayət var. Deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmi belə dediyini eşitdim. La yezəl hədəl əmr fi Qureyş mə bəqiyə minən nəsi ithnani. Ki bu iş, yəni xilafət, Qureyşdən ta 2 nəfər qalana kimi davam edəcəkdir. Xilafət Qureyşdən ta onlar içərisində 2 nəfər qalana kimi davam edəcək. Çünki artıq 1 nəfər qalsa artıq xilafətə ehtiyac yoxdur da. Çünki 2 nəfər varsa mütləq ona bir kimsə başçı olmalıdır, rəhbər olmalıdır ki, onu yönətsin.
Əslində belə deyil. Burada Peyğəmbərimiz də bildirir ki, xilafətə ən haqqı olan kimsələr Qureyşlərdir. Qureyşlərdir. Lakin onlara zülm olundu. Artıq başqa kimsələr xilafətə gəldi. Dedik, ya xilafətə razılıqla gəlməlidir, ya da onun əksi olaraqdan gəlməlidir. Hər iki halda biz eşitib itaat etməliyik. Əgər biz xoşgüzarlıq yaşamaq istəyiriksə, olanı dəyişməkdən əlavə, olanın yaxşı olmasını Allahdan istəməliyik də. Sən nə bilirsən ki, o getsə yerinə daha yaxşı gələcək. Bilməzsən, olana görə Allah Taala'ya həm sənalar etmək lazım və dua etməliyik ki, Allahım, əgər bizə qarşı nəsə nalayiq sözlər varsa, haqqımız gedirsə, tapdalanırsa, Allah Taala islah eləsin, hamının haqqı özünə çatsın. Hədis isə səhih hədisdir. Başqa bir rivayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm rivayət olunur ki, bunu kim deyir? Əbi Əttab deyir ki, Muaviyə minbərə qalxaraqdan dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Ən-nəsu təb'unul Qureyş fi hədəl əmr. Yəni bu xilafətdə insanlar hamısı Qureyşə tabidir. Xilafətə Qureyşə tabidir. Xiyaruhum fil cahiliyyə, xiyaruhum fil İslam. Onların həmin ki o kimsələr ki, cahiliyyədə ən xeyirli insanlar və İslamda ən xeyirli olan insanlardır. Deyərəkdən belə bir səhih rivayət keçir. Baxın neçə dəqiqə. 21. Başqa sonra gələn rivayət, həm də səhih rivayətdə gəlir ki, Yezid ibn Sələmət el-Cu'fi rivayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm qalə, ya Rasulullah, bu Peyğəmbərə deyir ki, ey Allahın Rasulü, ərəət ləv qamət aleynə umara. Görsən ki, yəni belə bir zaman gəlsə ki, görsək ki, bizə müəyyən bir rəhbərlər təyin olunub. Yəsəlunə haqqahum və yemnəunə haqqana. Bizdən haqlarını istəyirlər, haqlarını tələb edirlər. De ki, sən filan haqlarını yerinə yetir. Lakin bizlər onun yanına getdikdə bizim haqlarımızı yerinə yetirmirlər. Yəni, bunun barəsində mənə nə deyirsən? Nə deyirsən Peyğəmbərimizə deyir? Fə'ərədə anhu. Peyğəmbər sallallahu aleyhi ve sellem ona üz döndərir. Yəni, o nə baxır? Belə dayanışır, üzünü döndərir. İkinci dəfə soruşur. Yenə Peyğəmbər sallallahu aleyhi ve sellem ondan üz döndərir. Bu zaman Əl-Əş'əs ibn Qeys onu özünə tərs çəkir. Deyir, bəhsi də. Bu zaman Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir ki, İsmə'u və əti'u. İnnəmə aleyhim mə hummilu və aleykum mə hummiltum. Eşitin, itaat edin. Onların üzərinə düşən öz öhdəlikləri üzərinə və sizin də üzərinə düşən öz öhdəlikləriniz var. Onları itaat etmək lazım. Başqa bir rivayətdə Abdullah ibn Məsud deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm xəbər verir. İnnəhə sətəkunu əthəratun və umurun tunkirunəhə. Bunu Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir bizə. Deyir ki, gələcəkdə sizin üzərində olan hökümdarlar gələcək. Elə bir hökümdarlar gələcək ki, sizə məxsus olan malları sizə xas olan sərvətlərdən götürəcəklər. Və həmçində dində xoşlanmadığınız şeylər edəcəklər. Yəni, sənə aid olan malları götürəcəklər. Və də dində müxalif olan, yəni xoşunuza gəlmədik hallar onlardan üz verəcək. Qul fəmə tə'muruna mən ədrəkə minnə dək. Deyək, ey Allahın Rasulü, bizdən kim bu rəhbərlərlə qarşılaşsa, onlarla eyni zamanda yaşasa, nə etməyimizi buyurursan? Peyğəmbərimiz deyir ki, tuaddu haqqallazi aleykum. Sizin üzərinə düşən haqlarınızı yerinə yetirin. Və təsəlunallaha ləzi ləkum. Və sizin üçün olan şeyləri də Allah Taala'dan istəyin. Ki, Allahım, mənim malım idi. O məndən götürdü. Allah bunu islah elə. Allahdan istədir. Çünki Allahı islah etmə, Allahdan istəmək o deməkdir ki, mənim malımı götür, Allah onu lənət eləsin, Allah onu yerin dibinə... Yox. Başqa hədisdə Peyğəmbərimiz deyir ki, müsəlman lənət eləyən deyil. Yəni, yenə deyirəm, onların islah olması bizlər üçün onun dəyişilməsi və başqası gəlməsindən daha yaxşıdır. İslah, Allah üçün islah olmasını istəməlik. Bu da aydındır ki, yəni, belə bir kimsələr çıxacaq, həm din baxımından, həm dünya baxımından xoşumuza gəlməyəcək hallar olacaq. Və Peyğəmbərimiz də bizə bildirdi ki, üzərində düşən haqları yerinə yetirin
və haqlarınız barədə Allah Taala'dan istəyin. Aydındır. Hədis isə səhih hədisdir. Və həmçinin İbn Abbasdan gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi ki, "Mən ra'a min əmiri şey'ən yekrahu felyasbir." Kim öz rəhbərindən özünün xoşuna gəlmədiyi bir hal görərsə, buna səbirli olsun. Buna səbirli olsun. فَإِنَّهُ لَيْسَ مِنْ أَحَدٍ يُفَارِقُ الْجَمَاعَةَ شِبْرًا فَيَمُوتِ إِلَّا مَيْتَ مَيْتَةً cahiliyyətən. Sizdən bir kimsə cemaattan bir qarış ayrılan elə bir kimsə olmasın ki, onun ölümü cahilliyə ölümü kimi olmuş olmasın. Hər bir halda, yəni dinimizə müxalif olmayan şeylər təqdirində biz onlara itaat etmədik. Çünki bizim itaatimiz yəni dinimizə müxalif olan şeylərdə deyil. Aydındır. Yəni günahları əmr etməkdə heç kimə itaat yoxdur. Günahlar əmr olunmasında heç kimə itaat yoxdur. Amma yerdə qalan məsələlərdə bizim üçün təyin etdiyim, yəni bizim mənfəətimizə xeyir verəcək işlərdə əmr sahiblərinə itaat etmək vacibdir. Ola bilsin ki, bu tək biz bunu rəhbərdən götürmək. Bunun məsələ üçün belə ola bilsin ki, döyüş meydanındasan, sənin üçün komandir gəlib sənə iş təyin edir. Aydındır. Deyək ki, Peyğəmbər əvvəl dedimdə, komandir də həmçinin o ayəni belə komandir olaraqdan və təfsir verənlər var. Döyüş başçısı olaraqdan. Çıxmısan, o sən müəyyən şeylə əmr edir. Onun əmr etdiyi şey, bəlkə sənin xoşun gəlmə bilər. Bu zaman əziyyət ola bilər. İnsan içərisində səni seçə bilər. Sənə zülm edir. Ne üçün Allah işlətmir? Sən işlədir. Eşit, itaat elə. Onun günahı özünə, sənin günahın sağadır. Onun günahı saniyə zülm edir, sənin günahına nə görə onu itaat edirsən? Nə ona görə asi olursan? Aydın. Bu başqa bir məsələ də ola bilər. Məsələn, uzaq səfərə çıxmısan, 10 nəfər, içinizdə bir nəfər var. Ağıllı bir kimsə, kəmallı bir kimsə təyin edirsiniz ki, içimizdə ağsaqqalsan sən, bizlər harada oturub, nə yeyib, içməmizdə sən təyin edirsən. Bu da təyin edir, o nə deyirsə, yeni etməyə. O artıq ona bir hakimiyyət verdik deyə insanları belə yönətməməlidir. Onun gədirir ki, başdan əvvəlcədən ağıllı insanın seçilməsi, kamallı insanın, dünya görüşü olan insanın seçilməsi daha yaxşı. Daha onu devirib bir yana başqasının gəlməkdənsə, onu təklikdə deyək ki, qardaş, belə etmə də olmaz. İnşallah qardaş da düzələr, əməlindən dönər. Mövzu bir uzundur. İnşallah gələn dərsimizə amma uzun deyil. 2 dənə hədis qalır. Yaxşı. Demək, bu bir hədis var. Bunu yəni eşitmişsinizdə daha bunu oxumayacağım. Bu hədis uzun hədisdir. Yahya ibn Zəkəriyyənin hədisi var. Burada bunu gətirir ki, orada Yahya ibn Zəkəriyyə Allah Teala ona öz qövmünə həm özünün əməl edəcək, həm də insanlara əmr edəcək 10 dənə şey buyurur. Bir bu buna. Sonra da Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən də sizə 10 şeyi əmr edirəm. Burada sayır. Burada Musannif rahimehullah o Yahya ibn Zəkəriyyənin öz qövmünə əmrini yox, Peyğəmbərimizə olan əmri, Peyğəmbərin öz ümmətinə olan əmrini gətirir. Çünki mövzuya münasib olaraqdan. Deyək, Əl-Haris ibn Əş'ari radiyallahu anhu danışır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. وَنَا أَمُرُكُمْ بِخَمْسٍ أَمَرَنِيَ اللّٰهِ بِهِنَّ Yəni, mən də sizə 5 şey əmr edirəm. Üzr istəyirəm, 10 şey yox, 5 şey əmr edir. 5 şey əmr edir. 5 şey əmr edir ki, mən də sizə Allah Taala'nın mənə sizin üçün əmr etdiyini, yəni sizin üçün bildirməyimi buyurduğu 5 şey əmr edirəm. Əl-cəmaə və-səmə və-ta'a vəl-hicrəti vəl-cihadi fi səbilillah. 5 dənə şey. Cəmaatlıqla bərabər olmaq, əmr sahiblərini eşitmək və ta'a, onlara itaat etmək, hicrət etmək və cihadu fi səbilillah, Allah yolunda döyüşə qatılmaq. Fəmən fərəqəl cəmaətə qidə şibrin, kim bir qarış cəmaatdan ayrılarsa, toplumdan ayrılarsa, fəqəd xəla'al İslamə min rəsi, artıq İslamıdır, öz başından paltarını çıxartdığı kimi çıxartmış olar. Bu ta o qaydana kimi davam eləyər. وَمَنْ دَعَى دَعْوَ الْجَاهِلِيَّةِ فَإِنَّهُ مِنْ جُثَّى cəhənnəm. Kim cahiliyyə davalarını, cahiliyyə hökmlərini gətirərsə, onun cəsədidir, cəhənnəm əhli kimidir. فَقَالَ رَجُلٌ
Və in same və salla. Əgər bu kimsə namaz qılıb oruç tutsa mı? Peyğəmbər sallallahu aleyhi və səlləm və in salla və same. Əgər namaz qılıb oruç tutsa belə, fərq etməz. Təd'un bi da'vallah. Sizlər ki Allah Taala'nın çağırdığı kimi çağırın. Allah Taala'nın dəvət etdiyi kimi dəvət edin. Əlləzi səmmakum, çünki Allah Taala sizləri müsəlmanlar, möminlər, Allahın qulları olaraqdan adlandırmışdır. Hədis də səhih hədisdir. Sonra gələn rivayət, şöyle 2 dənə rivayət qalıb, onu da oxuyaq. Allah Taala bərəkət eləsin. Deməli rivayət Suveyd ibn Gaflə qala əxədə Ömər biyedi. Bunu Suveyd ibn Gaflə dedi ki, Ömər radiyallahu anhu mənim əlimdən tutdu. Dedi ki, ya Əbə Umeyyə, ey Əbə Umeyyə, inni la ədri, mən bilmirəm ki, ləallənə la nəltəqi ba'də yevminə hədə. Yəni bundan sonra, yəni bu gündən sonra yenidən qarşılaşacağımı bilmirəm. O da bizim qarşılaşmadıq. İttəqilləhə rabbək ilə yevmil təlqahu. Allahla qarşılaşacağın günə qədər ondan həzir elə, ondan qorx. Müttəqi ol. Kəənnəkə tərahu. Çünki sən Allah Taala'ya itaat etdikdə, ibadət etdikdə və ya da günahlardan uzaqlıqda elə bir ki, sanki sən onu görürsən. Və ət'il imamə. Sizin üçün təyin olmuş imamlara tabi olun. Və in kana abdan habeşiyyen mucaddan. Buruq saçlı Həbəşi bir qul olsa belə fərq etməz. Və in darabəkə fasbir. Sənə vurursa səbr elə. Və in əhanəkə fasbir. Səni ihanət etsə səbirli. Və in əmarəkə bi əmrin yunqisu dinək. Əgər sənin dinini naqisləşdirəcək bir əməl sənə əmr etsə, denən ki, da'atun minni dəmi dunə dini. Mənim sənə olan itaatim qanım naminədir, dinim naminə deyil. Yəni, dinimi sata bilmərəm. Və la tufariqul cəmaə. Və cəmaatdan da ayrılma. Aydındır. Rivayətdə səhih olaraqdan keçməkdədir. Və həmçinin sonra gələn rivayətdə ləmmə buyi'a Yezid ibn Muaviyyətə zükr edər ki, İbn Ömər Yezid ibn Muaviyyəyə beyət olunduqda zükr edər ki, İbn Ömər radiyallahu anh'a bildirilir. Deyir ki, in kana xayran radina və in kana şerran sabarna. Əgər xeyirlisə razı qaldıq. Əgər şərdirsə səbr edəcəyik. Aydındır. Bu da Əhl-i Sünnə və Cəmaənin bu məsələlərdə açıq aydın bilinən məsələlərdəndir. Burada da mövzu sona çatdı. Allah Subhanahu wa Taala bizləri eşidib itaat edənlərdən etsin. Bizləri daima xeyirlə müvəffəq etsin. Allah Taala bizlərə daima Allahdan qorxan, ona çağıran kimsələr bizə başçı olaraqdan təyin etsin. Və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.